Salam değerli tələbələr, yeniden şadam. Bugünkü dərsimiz, indiki zamandan sonraki dərsimiz past simple'dır, yəni keçmiş zaman. Keçmiş zamanda ingilis dilində ilkin onu qeyd etmək lazım ki, feillərdən asılıdır. Qaydalı feillərin keçmiş zamanına id şəkilçisi, qaydasız feillərin keçmiş zamanı isə kökündən dəyişir. Məsəl üçün, like xoşlamaq feilidir, like geçmiş olub. Live yaşamaq, lived yaşadı. Want istəmək, wanted istədi. Kökündən dəyişənlər isə go getməkdirsə, went getdi. Tell deməkdir. Speak danışmaqdır. Go'nun keçmişi went. Tell'in keçmişi told. Speak'in keçmişi spoke. Yəni qaydalı feillərə id, qaydasız feillər isə kökündən dəyişəcək. Getdik ilkin qaydalı feillərə. Burada qaydalı feillərə nümunə olaraq live götürmüşük. Yaşamaq feili. Yaşamaq feili. Məsəl üçün, mən yaşadım. I lived. You lived. Sən yaşadın. He lived. O yaşadı. She lived. Qadın cinsində o yaşadı. It lived. O yaşadı. We lived. You lived. They lived. Keçmiş zamanın bir asan tərəfi odur ki, ümumi bütün tək və cəm eyni olur. Təki cəm eyni. Yəni hamısında id artırılır. İnkarda necə olur? İndiki zamanda necə ki do not, does notdan istifadə olurdu. Burada keçmiş zamanda sadəcə did not. Did notdan istifadə edəcək. Məsəl üçün, mən yaşamadım. I didn't live. Sən yaşamadın. You didn't live. O yaşamadı. He didn't live. Qadın cinsində she didn't live. It didn't live. We didn't live. You didn't live. They didn't live. Sual formada da yenidən suallarda önə çıxdığı kimi burada da did çıxır önə. Did I live? Mən yaşadım. Did you live? Sən yaşadın. Did he live? O yaşadı. Did she live? O yaşadı. Did it live? O yaşadı. Did we live? Biz yaşadıq. Did you live? Siz yaşadınız. Did they live? Onlar yaşadı. Məsəl üçün, nümunə. Əsnad Bakıda yaşayıbdı. Yaşayıb, yəni keçmişi. Əsnad lived. Əsnad yaşamadı. Əsnad didn't live. Sualda did Əsnad live in Baku? Əsnad Bakıda yaşayıb. Növbəti. Əsnad və aydan yenə tək. Necə ki dediyim kimi təki olduğu kimi burada da keçmişdə fərq yoxdur. Cəmdə də eyni yaşadı. Lived verəcək. Əsnad və aydan yaşamadı. Əsnad and aydan didn't live. Sualda did Əsnad and aydan live. Sualda yenə did çıxır ön tərəfə. Digər növbəti feilimizi götürək buradan. Qaydasız feillər necə düzəlir? Əvvəl bildirdiyimiz kimi kökündən dəyişir. Məsəl üçün, burada bir feil götürdük biz. Go feili bilirik ki, getmək deməkdir. Mən getdim deyəndə keçmişdə go keçmişi dəyişir. Deyə bilərsiniz, mən bunları biz hardan öyrənə bilərik? Bunların bir dərs paylaşacağım. Qaydasız feillərin siyahısı var. Ən çox olan hardasa bizim öyrənəcəyimiz ən çox işlənən 40-50 arasıdır. Mən getdim, I went. Sən getdin, you went. O getdi, he went. She went, it went. We went, you went, they went. Yəni keçmişdə dediyim kimi tək cəm söhbəti yoxdur. Necə ki burada ed artırdın hamısına ed. Burada da yenə kökdən dəyişəcək. Mən getmədim, I didn't go. Bir də burada yadda saxlamaq lazım ki, inkar verən zaman feil qayıdır birinci formaya. Went yox, qayıdır birinci formaya. Go. Sən getmədin, you didn't go. O getmədi, he didn't go. She didn't go. It didn't go. We didn't go. You didn't go. They didn't go. Sualda belə did çıxır qarşı. Did I go? Mən getdim. Did you go? Siz getdiniz. Sən getdin. Did he go? O getdi. Did she go? O getdi. Did it go? O getdi. Did we go? Biz getdik. Did you go? Siz getdiniz. Did they go? Onlar getdi. Necə ki primitivdir. Do, does indiki zamanı bildirirdisə, did də sadəcə olaraq nəyi bildirir? Keçmişi bildirir. Məsələn, Əsnad parka getdi. Əsnad went to park. Əsnad parka getmədi. Əsnad didn't. Didn't go. Artıq went keçəcək birinci feilin formasına go. Əsnad parka getdi. Sualda did Əsnad
Go to park. Əsnad və Aydan parka getdi. Əsnad and Aydan went. Getmədilər. Əsnad and didn't go. Yenə fe'l qaydı birə. Did Əsnad and Aydan go to park? Sualda did çıxıb. Əsnad and Aydan parka getdi. Sual forması. Uğurlar hər birinizə. Hər hansı sualınız olarsa yenidən bildirə bilərsiniz.